Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış yeni göz mərkəzinin açılışı olub. Qeyd edilib ki, mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OKT, anjiyo-optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostik avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Bildirilib ki, mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Paytaxta gedən xəstə sayının və paytaxtın yükünü qat-qat azaldacaq, xəstənin logistikasını asanlaşdıracaq, xəstə mərkəzə əgər müraciət edirsə, burada bütün cihazlar var deyə mərkəzin içində rotasiya olunub, bütün xidmətlərdən icbari tibbi sığortaya daxil olan xidmətlər zərfində daxil olan bütün xidmətlərdən tam ödənişsiz halda yararlanacaq. Əməliyyatxanamız 2 dəfə böyüdüldü və eyni anda 50-yə yaxın cərrahi əməliyyat keçirmək imkanı yaradıldı. Göz dairəli inyeksiyalar, lazer arqonlar, yağ lazerlər və OCT-lər, hər şey bu mərkəzdə vəhdət təşkil edərək əhalinin xidmətinə verildi. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.